Bilmədən gündəm mövzusu olacaq fikirlər səsləndirən Sevda Sanaliyeva nə yaşadım ki, nə də görəm deyə adlandırdığı keçmiş ailəsi və bugünkü şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar etdi. Sənətçi şou məkan izləyiciləri ilə görüşə övladları ilə bərabər gəlmişdi. Sevda nələrdən danışdı, indi biləcəksiniz. Qalmaqaldan addım başı qaçmağa çalışan Sevda Sanaliyeva ilk dəfə olaraq qızını şou məkanda göstərdi. Verilişimizin kamerası önünə keçib qızı ilə bərabər sevənlərini salamladı. Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır. Efirdə salamlayır tamaşaçıları. 2 ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır Leyla balam. Müsahibə verməyə anasından daha çox həvəsli olan, nələrin başı verdiyini anlamayan balaca Elgün də Sevda xanımla bərabər idi. Mən hardasa bir 3-4 il istəyərdim ki, ara keçsin, amma şükür Allahın məsləhətinə bir övlad tapa bilmirdim. Allah mənə ikisini birdən verdi. Çox şükürlər olsun. Yenə də Allah bir sürpriz eləsə, yenə də istəyirəm. 5 dəfə də eləsə, 5 dəfə də istəyirəm. Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən, mindirədən su daşımasından dili dodağı yanmış kimi danışdı. Müalicələr alırdım. Yəni hələ ailə qurmamışdım. Həkim müayinə edəndən sonra həkim mənə demişdi ki, yəni nə vaxtsa ailə qursam sonsuzla da yəni uşağın olmayacaq. Mən illərlə müalicələri aldım, amma müalicələrim heç biri cavab vermirdi. Müsbət cavab vermirdi. Yenə necə var idimsə elə qalırdım. Yəni siz nə qədər stres yaşamısınız? Çox 7 il çox böyük streslər keçirdim. Biraz səhnələrdən uzaqlaşdım, biraz efirlərdən o vaxtlarda ona görə uzaqlaşdım. Türkiyəyə qədər getdim, oralarda müalicə aldım, Moskvadan müalicə aldım. Amma bütün həkimlər hamısı eyni söz deyirdi ki, yəni ailə qursan heç vaxt uşağın olmayacaq. Müalicələri kəsdiyim vaxtda, iynələrdən, dərmanlardan uzaqlaşdığım vaxtda üstündən bir neçə aylar keçdi. Bir neçə ay sonra hamilə oldum. Sən demə, mən belə fikirləşirəm ki, iynə dərman qəbul eləmək lazım deyilmiş. Həkimlər də yəqin getmək lazım deyilmiş. Allah deyir ki, mənlə Allahlıq eləməm, mən nə vaxt istəsəm onda verəcəm. Sevda ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu, elə ilk gündən anladığını söylədi. İlk ailə qurmaq da ona demək istəmirəm. Çünki nə yaşadıq ki, nə gördük, belə bir şey var. Mən ailəni qurduğum günün səhərsində mən başa düşdüm. Bəlkə 1-2 gündən sonra başa düşdüm ki, səhv eləmişəm. Yəni düzgün insan seçməmişəm. Yox, bu sevgi deyil, hesabdır. O mənim üçün düzgün insan deyil, mən də onun üçün düzgün insan deyiləm. Bunu biz başa düşdük, qarşılıqlı anlaşdıq və ayrıldıq. Sənətçi ikinci, daha doğrusu elə özünün dediyi kimi birinci həyat yoldaşı deyə bəh-bəhlə danışdığı insanı yerə göyə sığdıra bilmədi. İkinci yoldaşım, o mənim ikinci yoldaşım deyil, elə birinci yoldaşımdır, elə deyim onun üçün. O ilə bilirsiniz, əslində çoxdan tanıyırdıq birimiz, lap çoxdandan tanıyırdıq. Necəsə oldu, yanımda çox oldu, həddindən artıq çox oldu yanımda, əlimdən tutdu, imkan vermədi mən pis olum, imkan vermədi ki, fikir eləyim. Sevda demək olar ki, bütün işlərini həyat yoldaşı ilə birgə görür. Hətta onun geyimlərini belə yoldaşı seçir. Mənim yoldaşım bax bu əllərimdir, mənim qolumdur, qanadımdır, mənim gücüm, mənim qüvvətim. Mən, məsəl üçün, anam rəhmətə gedəndən sonra mən necə ayağa qalxdım? Yoldaşım olmasaydı mən ayağa qalxmayacaqdım. İkinci həyatı Allahın izni ilə mənim yoldaşım verdi mənə. O mənim qolum, qanadımdır. Nə bilim, hər şeydə köməkdir. Tək uşaqlarda yox, işimdə, mahnılarımda, geyimimdə, çəkilişlərimdə, evdə, ev işlərində. Kötüdür, maşallah gözləyməz. Kötüdür, maşallah gözləyməz.
O son dönəmlərdə kimlərinsə ailəsini dağıtması ilə bağlı yalan yanlış dedikoduları, hər dəfəsində açıb ağardanlara da ürək sözünü dedi. Haqqımda müxtəlif söhbətlər boş-boş gəzir. Bir müddət gəzib axırda özü yorulub oturacaq. Ona görə heç ona cavab verməyə ehtiyac yoxdur elə şeylərə. Özü üçün əlləşib vuruşan, ailəsi üçün, uşaqları üçün, əvvəl anam idi, indi uşaqlarım idi. Onlar üçün əlləşib vuruşan bir insanam. Kiminsə ailəsini dağıtmaq mənə düşməz. Kiminsə ərini əlindən almaq yenə mənə düşməz. Heç kəsdən qorxmuram. Eləyərəm, o tərəfə keçərəm. Amma Allah da var axı. Sevda, arzu edirik ki, ikinci həyatında heç bir mane ilə rastlaşmayasan.